Məncə premium maaş kartımızdır. Çünki xarici ölkələrdə və xarici saytlarda alış-veriş edərkən ödənişin komissiyasız və mərkəzi bank kursu ilə hesablanmasıdır. Onlayn təlim portalımız və digər onlayn təlim resurslarına çıxışımız. Düşünürəm ki, bu əməkdaşlarımızın şəxsi və karyera inkişafı üçün ən yaxşı üstünlükdür. Tədbirlərimiz və patilərimizdir. İndiyənə kimi mənim ən çox bəyəndiyim və ən çox yadda qalan tədbirlərdən biri 150 illik yubileyimizə həsr olunmuş yay partisidir. Dəyişən iş saatları. Çünki günə fiziki aktivliklə məşğul olub günah başlamağı sevirəm. Ona görə də 17 saat aralığını seçmişəm. Ən çox sevdiyim üstünlük tim birliklərdir. Çünki tim birliklərdə komanda olaraq bir yerdə fəaliyyət göstəririk, oynayırıq, əylənirik, bir-birimizi daha yaxından tanıyırıq. Bankın ən sevdiyim benefiti hər il keçirilən 555 layihəsinin olmasıdır. Düzdür, açığı mənə hələ də qismət olmayıb bu layihədən hədiyyə qazanmaq, amma hələ də ümidim var ki, yaxın gələcək zamanda sürpriz hədiyyənin qalibi mən olacağam. Fikrimcə dəyərli sənəd bu olar. Çünki kifayət qədər çox istifadə edirəm. İstər kafe restoranlarda olsun, istər geyim mağazalarında olsun. Oradakı endirimlər kifayət qədər işimə yarayır. O benefiti qeyd edə bilərəm.